və bugün çox bizə dəyərli qonaqlar gəlib Bakıdan və bunların da əsas məsələsi biz bildiyimiz kimi qalib xalqın, qalib vətəndaşlarıyıq və qabaqda nə gəlir? Zəfər bayramımız gəlir. Bütün bayramlarımız var idi, ancaq bizim nəyimiz yox idi? Zəfər bayramımız yoxdur. Şükürlər olsun ki, o da var. Bu nəyin nəticəsində olubdur? Ordumuzun, xalqımızın və Müzəffər Ali Başkomandan rəhbərliyə xalqımız, ordumuz və rəhbərliyin birgə əməliyyatı nəticəsində, rəhbərliyin nəticəsində nə baş verdi? 44 gündə biz torpaqlarımızı işğaldan azad etdik və bildiyimiz kimi heç vaxtı hərb yolla alınan torpaq sülh yoluna geri qayıtmır. Sülh də heç bir effekt vermədi. 30 ildə nəticə etibarilə Minsk qrupu yaratdılar, müxtəlif təşkilatlar yaranma heç bir məsələni heç nə həll eləmədi. Və axırda kim həll elədi bu məsələni? Yəni hərb yoluna düşmənin elə onların bir deputatı da vardı. Dedi ki, gecikdici Azərbaycanın torpaqlarını qaytarın. Qaytarmasanız sizin qanınızı töküb qaytaracaqlar. Elə də oldu. Və bugün də bizim tədbimizdə çox dəyərli qonaqlarımız var. Emin Həsənli, Emin müəllim bugün bizdə hər il gəlib burada vətənpərvərlə tədbirlər keçirir və bu tədbirlərin əsasıdır ki, biz dünyada həm də vətənpərvər xalq kimi tanınırıq, vətənpərvər millət kimi tanıyırıq. Vətənpərvərlik də nədən gəlir? Ailədən gəlir, sonradan formalaşır təhsil müəssisələrində və sizi də düşünürəm ki, gələcəkdə bax, belə bir tədbirlərin keçiriləcək və indi də bugün də keçirilir. Özdə bu Zəfər bayramı ərəfəsində mən də sizlərə uğurlar arzulayıram. Və düşünürəm ki, bugünkü tədbirimiz çox maraqlı olacaqdır və istərdim ki, Emin müəllim özü danışsın. Özünü də xatırladım ki, müharibə iştirakçıdır, Birinci Qarabağ müharibəsində iştirak edib, zabitdir. Bildiyimiz kimi, Birinci Qarabağ müharibəsində çox çətinlikləri olub, buna baxmayaraq o vaxtda belə bir təşəkkillik yox idi. Amma şükürlər olsun ki, indi bu var. Əsaslı ikincinin iştirakçısı. Elə ikincisini də iştirak eləmişsiniz. O da çox gözəl, onu bilmirdim. Allah sizi qorusun. İndi biz həm elə gördüyünüz o cəbhə xatirələrini danışarsınız, həm də gənclərimiz də görsün ki, bizim necə qəhrəman oğullarımız var. Buyurun. Hər birinizi 5 il bundan öncə biz tarixi günləri yaşayırdıq, çox əlamətdar günləri idi. Ondan öncə də biz tədbirlərdə gəlib gənclərlə görüşlər keçirdəndə gənclər deyirdi ki, bizim belə güclü ordumuz varsa, niyə torpaqlarımızı işğaldan azad etmirik? Ancaq Azərbaycan dövləti hər məsələni zamana uyğun aparır. Mən həmişə, xüsusən bu soyuq aylarda deyirdim ki, bax, indi biz əynimizi qalın geymişik, yayda nazik geymişik. Qışda günün günorta çağı, günorta saatlarında gün görünür, amma günün zamanı deyildi, insanlar palto geyinir əyində. Yayda isə gecə olur, gün görünmür, amma zaman günündür deyin, onun istisi elədir ki, insanlar maksimum çalışır ki, əyinləri nazik olsun. Niyə? İstidir, ona görə. Allahdan sonra ən böyük enerji mənbəyi, istilik mənbəyi, ən böyük güc günəşdir. Günəşin belə özünün zamana ehtiyacı var. Məsələn, Azərbaycan dövləti də o zamanın əldə edilməsi üçün o zamana qədər çalışdı, həm güclü ordu qurdu, güclü dövlət qurdu, güclü iqtisadiyyat qurdu, güclü beynəlxalq münasibətlər qurdu və qələbə əldə edildi. Bəzən deyirlər ki, Xüseyn müəllim, 44 gündə qələbəsidir. Bilirsiniz nə oxşuyur? Siz 3 saatda test üsulunu imtahan verirsiniz. Ona oxşuyur ki, hamı elə bilir ki, o 3 saatda tələbə nəticə qazanır. Xeyr, ona qədər 11 il oxumaq lazımdır. Axır illəri daha çox hazırlaşmaq lazımdır. Bir çox əyləncələrdən uzaq olmaq lazımdır. Çətinlik və məhrumiyyətlərə dözmək lazımdır. O 3 saatda nəticə görünür. Amma o 3 saata qədər gələn yol var. 44 günə qədər gələn yol Ulu Öndərin milli liderin rəhbərliyi ilə başladı. Güclü dövlət quruldu, güclü ordu quruldu, güclü iqtisadiyyat oldu, vətənpərvər gənclik yetişdirildi. Cənab Prezident isə bu nizamı ordunun peşəkar orduya keçirdi. Günün müasir tərəflərinə uyğun ordu qurdu. Siz hamınız
təhsil alırsınız və dünyada gedən prosesləri bilirsiniz. Ukrayna kimi dövlət dağılıb. Ukrayna kimi dövlətin ərazisi işğal olunub, Avropaya köçüblər, dünyanın hər biri. Hələ bilmir müharibə nə vaxt qurtaracaq. Amerikada məşğul olur. Heç kim proqnoz verə bilmir, doğrudan da. Bəli. Amma Azərbaycan başlayanda əməliyyat hər kəs bilirdi ki, qələbə olacaq. Hər kəs axşam o qələbəni gözləyirdi. Və ordumuz da, bizim o döyüşən ordu, hər gün çalışırdı ki, axşam xalqımıza sevindirici xəbərlər gəlsin. Qanı canı bahasına. Arxaya çəkilməməliyəm və canın qanın bahasına döyüşməliyəm və iş yaralanmadı. Vətən müharibəsi qəhrəmanı. Biz dövlət təhlükəsizlik xidmətində işləyir və bizim dostumuz da Azərbaycan gəncliyi üçün də örnək olan adamlardan biri. Polat Həşimov general önündə oldu. Və bu müharibədə Azərbaycan zabitləri hər bölümünə yeni bir mərhələ açdı. Adətən zabitlər rəli əmri verir, arxadan idarə edir. Amma bizim zabitlər arxamca dedilər. Ona görə də ən çox şəhid olanlar zabitlər, gizləcər müddətdən artıq hərbi qulluqçular. Biz niyə ordumuzu sevməliyik? Mən görürəm telefona yazırlar içərinizdə. Təşəkkür edirəm. Yazın bu deyilənlərin bir qismi gözəldir ki. Bizim ordumuz niyə o döyüşü qalib gəldi? Polat Həşimov. Niyə əldə etdi? İnanc, inan. İnam olmasa nə qədər silah olsun, heç bir şey əldə edə bilməz. Bəs niyə biz ordumuzu sevməliyik? Niyə hərbi formanı sevməliyik? Niyə biz şəhidə qaziyə sevgidir? Pandemiya dövrü siz çox da az yaşınız yox. Bizim hamımız həkimləri çox istəyirdik. Niyə istəyirdik həkimləri? Məgər əvvəl bilmirdik ki, həkim insanı sağaldır, ölümdən var. Məhz pandemiya dövrü ona görə çox istəyirdik ki, o gözə görünməz mikrobla mübarizə apara bizim sağlamlığımızın keşiyindədir. Həyatı bahasına bizim sağlamlığımızın keşiyində. Müəllim peşəsindən müqəddəs peşə yoxdur, hamını o yetişdirir. Həkim də, bütün peşələr gözəldir, pis peşə yoxdur. Ancaq hərbiçini biz ona görə sevirdik ki, o tapşırığı yerinə yetirəndə şəhid olur. Sağlamlığından keçir. Bir gün, 2 gün qrip olanda dünya gözünə görürmür. İstəyirsən ki, toparlanasan, nə yemək istəyirsən, nə hərəkət istəyirsən. Bəs bir ömür bir qolu yox, 2 qolu yox, 2 qılçı yox, gözü yox, bəzən 2 gözü olmayanlar. O sağlamlığını məhz Azərbaycan dövləti üçündür. Bizim hamımız üçündür. Bizim hamımız onun o bir ayağının üzərində Azərbaycan adlı dövlətdir. Biz vətəni seviriksə, şəhid ailəsini qaziyə diqqətlə yanaşmaq. Dünyada ən dəyərli şey dostlar, zaman. Vətən, torpaq, hər şey dəyərlidir, amma zaman çox dəyərlidir. İnsan müəyyən zamanda yaşayır. Bax, sizin hər birimizin, bizim babamızın atası var. Biz o kişini sevə bilmirik. Onunla eyni zamanda yaşamamışıq. Görmədiyimizi qəbullana bilmirik. Amma biz qrup yoldaşımızı, əmmimizi, dayımızı, qonşumuzu babamızın atasından çox istəyirik. Bax, siz özünüz, biz təsəvvür edirsiniz, babamızın atasını çox istəyə bilirsiniz. Adım bilirsiniz. Siz görməmişsiniz. Babanı görən babanı çox istəyə bilir. Aydan, həftədən, gündən, saat, dəqiqə və saniyə. Yəni, bu ta əsr deyil. Bir əsr yaşayan çox nadir adam. Buna görə də zamanın qədrini bilin. Bəzən deyirlər ki, şəhidlər az yaşadı. Xeyr, 18-19 yaş bəzi insanların 100 ilin üzərində. 100 il yaşayın, nə ailəsinə fayda verir, nə ölkəsinə, nə özü bir. Yaşamının bir fəlsəfəsi yoxdur. Yaşamın bir fəlsəfəsi olmalıdır. Sonunda ölümür. Amma o ölür. Bilirsiniz nə oxşur o 100 il yaşayan? 100 dənə 1 manatlıq və yaxud da 100 dənə 20 qəpiklik onun ömür. Amma bunun ömrünü ən bahalı brilyant və ən bahalı qızıl bir dənə. 18-in hər bir. 100 adamdan önəmlidir onun ömrü. Ona görə şəhidlik yüksək. Zaman biz hamımız 24 saatda yaşayırıq. Düzgün dəyərləndirən üçün 1 saat 100 manatdır. Düzgün dəyərləndirməyən üçün 1 saat 20 qəpik. Bəzən 5 qəpik. O 5 qəpiklik ömür yaşayır. 10 qəpiklik ömür yaşayır. Mən istəyirəm Azərbaycan gəncliyi, şəhidlərimiz kimi, qazilərimiz kimi, bilim adamları kimi, peşəkarlar kimi sən ola bilər ki, heç alim olmaz. Amma yaxşı bilgisayar ustası olarsan.
yaxşı maşın təmirçisi olarsan, yaxşı ev ustası olarsan, sən insanlar növbəyə durur ki, sən məhz onun evini təmin edirsən. Yaxşı, nə bilim, saç ustası olarsan, qadınlar öncədən zəif vurur ki, növbəyə yazılır. Məhz o yaxşı olduğuna görə onun növbəsini yazılır. Bərbər olasan, dərzi, məhz o yaxşı dərzi olduğuna görə onun növbəsini yazılır. Məmnun qalır onun için. Yaxşı müəllimdir, yaxşı şagird hazırlaşdırır. Məhz ona görə onun növbəsinə durur, onun növbəsinə yazılır. Və Azərbaycan ordusu, Azərbaycan dövləti əsrə bərabər o 44 günü yaşadı və onun günün hər bir əsrə bərabər edib. Böyük bir zəfər əldə etdi, deyir. İl var, günə dəyməz, gün var, minaya dəyər. Azərbaycan ordusunun 5 ildə hər günü minaya dəyər. Son olaraq sizinlə bağlı bir fikri də deyim, insan həyatının ən önəmli dövrü 17, 16, 15 yaşdan 25 yaş arası. Qızıl 10'luq deyir, 15 neydi. Bu yaşda orta məktəb tutarır. Bu yaşda gənc olur, uşaqlıq dövrü bitər, universitetə, institutda, kollecə daxil olur. Siz sonraki mərhələdə ali təhsil ala bilərsiniz, əgər inansaz, şuurunuz mani olmasa, bacararıq deyərək üzərinizdə çalışsınız. Bu yaşda olan uşaqlar əskəriyi bitirir. Bir qismində bu yaşda gələcəkdə ömürgün yoldaşını müəyyən edir. Evdə kimlə yaşayacağını və işdə hansı peşə ilə pul qazanır. Bu seçimlərin hansı birində səhv edən adamlar bir ömür əziyyət çəkir. Mən istəyirəm ki, Azərbaycan gəncliyi, bizim övladlarımız o seçimlərdə yanlışlıq etməsinlər. Ağılla, dərrakə ilə, səbirlə belə seçim seçsinlər ki, o seçimlər onlara yaxşı böyük uğurlar gətirsin, yaxşı əmək haqqı qazansın. Nədənsə mən deyəndə bu 3 seçimin üzərində durmurlar. Gənclərə bir seçim daha çox gülməli gəlir, amma o bir seçimdə hamıda olur, böyük əksəriyyət ailə həyatı qurur. Amma az-az adamlar böyük nəticələr əldə edir. Mən istəyirəm ki, siz o az-az kəsimdən olasınız. Suallar varsa, mən istərdim ki, sonra filmə baxaq, sonra talimə. Mən istərdim ki, burada doğrudan da mən hər dəfə gələndə müəllim çıxışına heyran oluram. Açığın deyim ki, o qədər dəyərli fikirlər ki, bunların hərəsində bir araşdırsan bir kitab yazmaq olar. Nəyə görə deyirəm? Və o siz dediniz, kiçik yaşlarında. Siz bala uşaqlara fikir vermişsiniz. Harada çökək var, harada narahat yer var, ora cumur. Deyirsən, oraya getmə qorxun. Deyir, yıxılır, yıxılır. Əlindən belə tuturam ki, qaldıram, durmur. Əlini təlir ki, mən gedəcəm. Yəni, ondakı cəsarətə mən məhdud qalıram. Və həmən pedaqoq adasında da belə var, pedaqoq ada. İnsanda şuur 6 yaşına kimi formalaşır tam. Onun gələcəkdə nə kimi olacaq, dahi mi olacaq mı, general mı olacaq, alim mi olacaq, onda hiss olunur. Cavandır, beyni qandır, qocalıb ağlasın. Bu bir adam. Amma uşaqdır, ağıllı uşaqdır. Cavandır, ağıllı, müdürük cavandır. Ağsaqqaldır, nurani, ağıllı, yaxşı ağsaqqal. Bax, o uşaq vaxtı ağılsız olan, hərəkətlərini bilməyən, pis vərdişlərə ölkənin, əyləncəylə ömrünü öz aləmində keçirən, öz aləmində də əylənə yaşayır, o birilərinə də lağ edir ki, gecə günü çalışır, zülüm çəkir və yaxud da rayonda çoxlu mal heyvan saxlayır, əkin biçinləndir. Amma bu isə gedib çayxanada oturanda bir çayın pulunu belə verə bilmir. O öz aləmində belə yaşayır, arada da deyirəm, Trumpa, Putinə, Sarkozy'yə, nə bilim, dünya liderlərinə səhv tutur ki, onlar düz eləmədi, onlar düz yönətmir, bu olsa özünü idarə edə bilməyəm. Biz gənclərlə görüşdə fürsətdən istifadə edilir, demək istəyirik. Talib müəllim Vətən müharibəsində kapitan kimi, ehtiyatlı olan zabit kimi gəlib iştirak edib, ordumuzda xidmət edib, siyasi şərhçidir, televiziyalardan görürsünüz. Mən hərbi ekspertəm, Talib müəllim siyasi ekspertdir. Biz 11-ci sinifdə bir yerdə oxumuşuq, sonra İdarəçilik Akademiyasında bərabər oxumuşuq, yatıqxanada da eyni otaqda qalmışıq. Və sonra da indi birimiz siyasi sahədə, birimiz hərbi ekspert sahəsində ölkəmizə bacardığımız qədər xidmət edirik. Buyurun, suallarınızı verin, məndən sonra Talib müəllim danışsın, sonra filmə baxar, icazə İnandığın şey uğrunda mübarizə aparmaq.
inamı nətər yaradıblar? Müəllim dediyi kimi çox vaxt insanın şüuraltı insana təsir edir ki, sən onu bacarmarsan, inanmarsan və yəni çox insan da ona görə bacarmır. Amma inanıb ki, yolda qalanda da insan həvəsdən düşür, təzədən o şey eləmək istəmir o zaman. Siz olub müəyyən iş görəndə, iş çoxdur, fiziki iş olsun və yaxud da bir yol gedəndə gözün işi qorxutmaq. Göz baxır ki, ev dağınıqdır, bunu 3 günə tamamlamaq olur. Amma əl qeyrətlidir. Onu bəhs deyirlər, gözə dağ bəhs deyirlər. Bir neçə saata görsən ki, iş qaydasına düşdü, düzdür. Bax, o şuuraltı qorxusu olan adamlar o dəqiqə hayküy salır. Buna nə verir? Panikaya düşürlər. Panika düşür. Bunu itirmək olmaz, qonaq gələcəyi və amma o təcrübəsi olan adam, inamı olan adam o dəqiqə toparlayır. Hər şeyin qaydasında olur, əfariqiyəsi də çox yaxşı olur. Bir də o işi görəsiniz, fiziki iş olursun. Çox hörmətli Xosrov müəllim, çox hörmətli Bərdə Kollecinin dəyərli tələbələri və müəllim heyəti. Sizlərlə növbəti dəfə görüşməkdən mən gerçəkdən çox şadam. Bu sözü hər dəfə bu atölye qarşısında deməkdən də qürur hissi keçirirəm ki, siz alacağınız diplom bir kollec diplomu olsa da siz universitet səviyyəsində bir mühitdə təhsil alırsınız və bu işdə böyük xidmətləri olan Xosrov müəllimə təşəkkür etmək istəyirəm ki, həqiqətən də bu məktəbdə belə bir ab-havanın yaradılmasına şəxsən nail olubdur və onun pedaqoji kollektivi də bu işdə öz əməyini əsirgəmir. Təşəkkür edirəm, dəyər verdiniz. Bizim bugünkü tədbirin mövzusu Azərbaycan tarixi zəfərinin 5 illiyi ilə bağlı gənclər arasında ideoloji işin aparılmasıdır. Bəlkə də bu ideoloji işin bir vacib istiqaməti də elə Emin müəllimin danışdığı gənclərin özünü gəlişdirmə, inkişaf elətdirmə mövzusudur. Bu barədə bir-iki kəlmə söz deyib, sonra mövzumuzun üzərinə qayıtmaq istəyirəm. Biz şahidi oluruq, ailə üzvlərimizdən də, digər tanış, yaxın insanlardan da ki, uşaq vaxtından elə deyirdi ki, mən həkim olacağım, böyüdü həkim oldu. Hərbisi olacağım, böyüdü hərbisi oldu. Məşhur bir reklam var. Reklam haqqında reklamdır. Deyir, qaydalar həm də onu pozmaq üçündür. Tarixdə bu cürə istisna hallar var. Belələrinə istedad deyirlər, belələrinə vergili insanlar deyirlər ki, ağlı kəsməyəndən bir şeyi arzu eləyir və böyüyəndə də o sahənin adamı olur. Burada düzdür, onun o ilkin dünya görüşünün formalaşmasında ailəsindəmi, nəslindəmi, yaşadığı coğrafiyadamı və yaxud tutalım ki, həmən dövrdə televiziyada hansısa bir mövzu trendə çevrilir və bu ilk uşaq ağlı ilə özünü o yerdə görmək istəyir və bu bir ömür onda arzuya çevrilir, məqsədə çevrilir. Bayaq xanım qeyd elədi ki, uğurun açarı inamdır, inamlı olmalısan. Doğrudur, inamın bir insanın həyatda qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük rolu var. İnam vacib şərtdir, amma mən istəyirəm ki, başqa bir məsələni də nəzərinizə çatdırım ki, inam bəzən heç də bizi istədiyimiz məqsədə çatdırmır. Biz buradan durub arzulayaraq bilər ki, mən kosmonavt olmaq istəyirəm, bu inanıram ki, olacam. Amma bizim kosmonavt haqqında elmi, nəzəri biliyimiz olmasa, müəyyən bir həyat təcrübəmiz olmasa, biz ömründə kosmonavt ola bilməyəcəyik. Ona görə şifahi deyirəm, yaddaşınızın bir küncünə qeyd eləyin. SWOT analiz deyilən bir analiz metodu var. Keçən əsrin, 20-ci əsrin 60-70-ci illərində Avropa ölkələrində ilk dəfə biznes sahəsində tətbiq olunub. Sonradan daha uğurlu bir model olduğuna görə böyük dövlətlər, ayrı-ayrı fərdi şəxslər bu modeldən özlərini qiymətləndirmə baxımından istifadə edirlər. Nədir SWOT analiz deyilən analiz? Beyninizdə bir A4 vərəq təsəvvür edin, onun ortasından bir üstəgəl çəkin. Üstəgəlin üst sol küncündən güclü tərəfinizi qeyd eləyin, sağ tərəfindən zəif tərəfinizi qeyd eləyin, aşağı sol küncündən imkanlarınızı, sağ küncündən isə risklərinizi qeyd eləyin və özünüzü qiymətləndirin ki, həyatda hansı
üstün keyfiyyətləriniz var. Sizə irəliyə getməyə nə mane olur? Tutam ki, tələbəsiz, bu gün tələbənin ən birinci düşməni onu çox yatmaqdır. Həm vaxtında dərsə gələ bilmir, həm ev tapşırıqlarını hazırlaya bilmir və digər karyera inkişafında ona əngəl yaradır. Bax, hətta yuxuya qədər bunlara diqqət eləmək lazımdır. Və bununla siz özünüz üçün müəyyən edə bilirsiniz ki, siz arzuladığınız həyatda kim olmaq hədəfinizə çata bilirsiniz, çata bilmirsiniz. Bunlar gedib alacaq o torpağı, amma o bunlar dediyimiz olanlar, bəli, Azərbaycanın 30 il işğalda olan torpaqlarını elə aşağı yuxarı 30 günlə deyə bilərik, 44 günə işğaldan azad elədi. Aralarında ölümsüz qəhrəmanlarımız olan şəhidlərimiz oldu. Aralarında bugün ağır yataq xəstəsi olan yaralı qazilərimiz var ki, Allah onlara yox yerindən şəfa versin, tezliklə sağlıqlarına qovuşsun və 10 minlərlə digər qəhrəman müharibə iştirakçılarımız. Bəs bugünün qəhrəmanı kimdir? Mən çıxışımı yekunlaşdırmaq istəyirəm onunla da, amma bir iki sual verib onunla tamamlamaq istəyirəm. Bugünümüzü Kimi görürsünüz? Biz bu günlərin kimə millət olaraq, dövlət olaraq minnətdarlıq hissi duymalıyıq ki, günümüzün qəhrəmanı onlardır. Yox, bugünkü gənclikdən danışdım. Qazilərimiz, şəhid ailələrimiz. Yəni, bugün kim hansı işi görməlidir ki, ona da qəhrəman deyək, günümüzün qəhrəmanı. Günümüzün qəhrəmanı olan gənclik özünün yüksək əxlaqı ilə, milli dəyərlərə bağlılığı ilə, yüksək təhsili ilə və idmanda Azərbaycan bayrağını dünyada dalğalandırması ilə olan fəxr ediləsi gəncliyimizdir. Və Emin mənim iki insan tipini qeyd elədi. O, mənim sadaladıqlarım onun birinci insan tipinə aiddir ki, bugünkü gənclik də əgər özünü Mübariz İbrahimovla, bugün özünü Xudayarla müqayisə edirsə, o arzulamamalıdır ki, yenidən Azərbaycanda müharibə olsun və o geçsin, döyüşsün, o qəhrəmanlığı göstərsin. Hər birinizə təşəkkür edirik. İndi filmi siz izləyəcəksiniz. Sizə gələcək həyatınızda uğurlar arzu edirik. Dövlətimiz hər bir şərait yaradıb. Siz bu şəraitdən istifadə edib Azərbaycanın və dünyanın ən yaxşı universitetlərində təhsil ala bilərsiniz. Daha böyük nəticələr əldə edə bilərsiniz. Kifayətli deyib yekunlaşacaq. Almaniyada 3000-dən çox həkim Azərbaycanlıdır. 100-dən çoxu baş həkim. Son 20 ildə, bax 25 ildə neft kapitalının insan kapitalına çevrilməsi və dünyanın ən yaxşı universitetlərində Azərbaycanlı tələbələr əhali sayımızda çox yüksək nəticələr əldə edir və yüksək həm Azərbaycan dövlətinin təqaüdünü oxuyur, bəzən həmin universitetlərin təqaüdündə yüksək Bəzi elə olur ki, qəbul olur, neçə universitetin şeyini qazanır. Bəli, bunlar hamısı qürur verici haldır, sevindirici haldır və sizlər də hesab edirəm ki, düzdür, onların sizdən biraz fərqi var. Görünür, onların 3 gözü var, 3 qulağı var bizdə, yəni və yaxud da onlar ki, 24 saat, 48 saatdır və yaxud da o nəticə, valideynlərimiz sizdən çox gözləyir. Dövlətimiz çox gələcək sürünlər, torpaqlar da azad olurdu. Bizim ömrümüz ən çox düşdü işğal payı, sizin dövrünüzə qalibiyyət payı düşür. Onun qədrini bilib daha çox irəli getmək lazımdır, inkişaf eləmək lazımdır. Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni
hiss edecek. Ben yakınlaştırıyorum. Gelə bilər. Çox sağ olun, gəldiyinizə görə təşəkkür ederim.